Texnologiyanın sürətli inkişafı insanlar arasındakı informasiya mübadiləsini xeyli asanlaşdırıb. Ötən əsrdə rəqəmsal texnologiyaların yaranması və internet adlandırılan virtual dünyanın meydana gəlməsi bu mənada əhəmiyyətli idi. Artıq ənənəvi media zəiflədi. Gutenberg, müəlliflik, radio, televiziya, jurnallar, informasiya daşıyıcıları əhəmiyyətini itirdi. İnternetin yaranması hər kəsi informasiya malısına çevirdi. Artıq qəzetləri internetdən pulsuz və daha rahat oxumaq olurdu. YouTube bizə əvəzsiz video xidməti təqdim etdi. Wikipedia isə dünyada olan bütün yazılı ensiklopediyalardan daha səmərəlidir. Yeni medianın inkişafına uyğun olaraq informasiya nəhəngləri də müəyyən dəyişikliklər etdilər. Artıq evdən çıxmadan dünyada baş verən hadisələri öyrənə bilirik. Bizim kompüterimizdə milyardlarla qəzetdə olan informasiyalar toplanıb. İnternet özündə müxtəlif dünyaları cəmləşdirir. Bundan hər kəs istədiyi kimi istifadə edə bilər. Virtual söhbətdə heç kim sənin uşaq olduğunu bilmir. Sürətli inkişaf nəticəsində 2015-ci ildə adi televiziya yayımı olmayacaq. Rəqəmsal yayım bəyənilməyəcək. Radioya isə internet üzərindən qulaq asılacaq. Ənənəvi media yeni media ilə rəqabətdə uduzacaq. Yeni medianın ünsürləri arasında da rəqabətə tab gətirməyənlər sıradan çıxacaq. Google Microsoft'u, Amazon Yahoo-nu alacaq. BBC, CNN, CCTV kimi nəhəng korporasiyalar varlığını qoruyub saxlaya biləcək. Yazılar, kitablar, şəkillər elektron variantları ilə əvəzlənəcək. Yeni media bizə daha sürətli və daha səmərəli informasiya axınını təqdim edir.